Dünən Qazax rayonunun şəhidi Elşan Orucovun ailəsinin başına Vəli Şamilov və Vasif Avdiyev tərəfindən açılan oyunlar barədə danışdım. Elə bundan sonra sosial şəbəkədə TikTok'un şəxsinə mənə kütləvi şəkildə onlar haqqında məlumatlar verdilər. Onların hegemonluqlarını eşidəndə soruşdum ki, bəs nəcəb icra hakimiyyəti onlara bir şey etmir? Dedilər ki, Vasif Avdiyev Space'in bölgə müxbiri olduğu üçün icra başçısı ondan çəkinir və icra başçısının yanına dəfələrlə gedilib. Hətta həmin bu məcburi köçkünlərə bina evi də verilib, məcburi köçkün olduqlarına görə torpaq sahəsi də verilib. Bunlar hər ikisini istəyirlər ki, zəbt edib özəlləşdirsinlər və oradan çıxmasınlar. Və belə bir şərt qoyurlar ki, icra başçısına ki, əgər şəhid ailəsi orada ev tikəcəksə, biz də tikəcəyik. Kadrlara diqqətlə baxdıqda görərsiniz ki, şəhidin ili günü icra hakimiyyətindən və icra hakimiyyətinin nümayəndələrindən heç kim il mərasimində yoxdur. Amma hardadılar? İcra hakimiyyətinin nümayəndələri həmin bu məcburi köçkünlərlə birlikdə çöldəki şəhidin plakatını götürüb atırlar şəhidin yarı tikilisinin içinə. Şəhid ailəsinə və bir şəhidin şəklinə bu qədər hörmətsizlik yol verilməzdi. Ümid edirəm ki, Qazax rayonunun icra başçısı bu məsələ barədə ciddi tədbir görəcək və o qədər aciz qalmayacaq ki, iki məcburi köçkünün əlində o qədər aciz qalmayacaq və şəhid ailəsinə dəstək göstərəcək. Çünki şəhidimizin yoldaşı, onu da xatırladım ki, onkoloji xəstədir və onkoloji xəstəlikdə müalicə alır. Onkoloji xəstəlik deyəndə mənim zəif nöqtəmdə onkoloji xəstəlik. Bunu bilənlər bilir, mənim yaxınlarım bilir. Onkoloji xəstəlikdə müalicə aldığına görə çəkilən xərclərin nə olduğu mən yaxşı bilirəm. Mən o xərclərin nə olduğunu və onkoloji xəstəliyin sonunun, gedişatının nə olduğunu çox gözəl bilirəm. Odur ki, buradan qazilər olaraq Qazax rayon icra hakimiyyətinə səslənirik. Şəhid ailəsinə sahib çıxın.